Deməli bugün ayın 5 Mart 2026-cı ildir, saat 19:37. Deməli bizim bu xüsusi xidmət orqanında əyləşən Əbdülvahabdan əmələ gəlmə bu Vahabi, bu damətə ata deyən, qamətli kimdir bu zibil, ona ata deyən, onun tapşırıqları ilə oturub duran Kəmaləddin Heydərovun Vahabi oğlunun Vahabi qardaşı. Deməli, Paşa Holdingdən rüşvət almaq üçün Qofar şirkətindən istifadə elədim. Bu avadanlıqları mən montajını elədim və burada rüşvət ala bilsin deyə bu çirkin oyunların arxasında duran şəxs Cavodov qardaşlarının yaxın dostu Fərid, hansı ki Cavodovlarla bir yerdə işləyir, onun qardaşı Cavidi Montenegroya göndərdi. Bu şirkət ümumiyyətlə fəaliyyət göstərmir. Bu şirkətin arxasında duran əsas səbəblərdən biri mənə o vaxt Intrus Ateldən Elçin Fərzəliyevin əli ilə işdən çıxarılmaq idi. Allah bunların bəlasını versin. Anamın ölüm günündən istifadə elədilər. Çirkin oyun quraraq məni Intrusdan çıxartsınlar deyə işdən. Və bu obyekt yerləşir Ağşəhər istiqamətində. Mən buradan General Rızayevə məktub göndərməyimə baxmayaraq Əbülfət Rızayevi saymırlar. Ümumiyyətlə sayan yoxdur Əbülfət Rızayevə bilirsəm. Və General Rızayevin şəxsi heyəti Mirqafar Seyidovun himayədar, təxribatçı, narkotacir, silah alverçisi Mirqafarın sözünü otub dururlar. Və təbii ki bu Əbülfət Rızayevin səmimiyyətindən irəli gələn bir haldır ki, bu adamlar General Rızayev dura-dura hansısa narkotazir Mirqafar Seyidov kimi qaynur rəisindən əmrlər icra edirlər. Bu yaxınlarda Mirqafar Seyidov da təbii ki həbs olacaq və olmalıdır da.